Ötən il Türkiyənin Bursa şəhərində həyat yoldaşı Arzu Xəlilovanı 146 qayçı zərbəsi ilə qətlə yetirən Azərbaycan vətəndaşı Salican Mehmetin məhkəməsi başlayıb. Prokurorluq 26 yaşlı Salicanın ömürlük həbsə məhkum olunmasını tələb edib. Müttəhim isə məhkəmədəki ifadəsində psixiatriya xəstəxanasına yerləşdirilməsini tələb edib. O, daha əvvəl Bursa Dördçelik Ruhi Psixoloji Xəstəliklər Klinikasında 21 gün müalicə aldığını və hələ də dərman qəbul etdiyini deyib. Bildirilib ki, cütlüyün 1 və 4 yaşlı 2 az yaşlı qız övladı qalıb. Hadisə 3 noyabr 2025-ci il tarixində Bursanın Yıldırım rayonunda yerləşən evdə qeydə alınıb. Məişət münaqişəsi zəminində baş verən hadisə zamanı Salican qayçını götürərək dini nigah əsasında evli olduğu qadına hücum edib. O, 146 dəfə qadına zərbə endirib. Zərbədən 72-si daxilə nüfuz edib. O da məlum olub ki, Salican Mehmet Azərbaycan, Arzu Xəlilova isə Rusiya vətəndaşıdır.